Yani bütün bunlar ki haram qeyd olunub, bunların faydası var. Biz bilmirik. Mevlana Celalettin Rumi eşitmişsiniz yəqin ki, Mevlana deyirlər. Öz məsnəvisində yazır. Deyir ki, bir gün bir bağban ağacları sulayıb, yorulub yatmışdı. Təmsildir, bu bizə hikmət açıqlayır. Diqqətlə qulaq asayım. Bağban deyir, yatıb, ağzını ayırıb yatıb, yorulub da yazıq, işləyib axşama kimi. Bu vaxt deyir, padişah bağa daxil olur. Baxır, görür ki, bağban yatıb, ağzı açıq yatıb. Bu vaxt dəhşətli bir hadisə baş verir. Görür ki, bir dənə əfi ilan gəldi, girdi bu bağbanın ağzına. Bunun da xəbəri yoxdur, yatıb. Baxdı ki, neynəsin? Birdən fikirləşmədən yaxınlaşdı, buna bir dənə tatarı vurdu, bir qamçı vurdu. O yatdı, saldı bunu atın döşünə, başladı qovlamağa. Bu qovur, o da qaçır, qaça-qaça deyir, Allah evi yıxsın, yorulmuşam, bizcə dincəlmək istəyirəm, imkan ver dincəlim da. O vaxtacan qovur, gətirir, çıxadır bunu, o almalar ki, çürüyübdür, yığıb atıblar bir tərəfə, deyir, onlardan ye. Deyir, Allah sənə lənət eləsin, bu cür almalar yetişdirmişəm, bunlar qala-qala, niyə məcbur eləyirsən ki, mən bunları yiyeyim? Məcbur eləyir ki, ye. Yedizdirir, yenə də salır onu atın döşünə. Bu çürük almaları buna yedizdirəndən sonra yenə salır atın döşünə qoğuluyur. Ta o çayın deyir, bir axarının durduğu yer var idi, bulandıq su yığılmışdı. İndi deyir, o sudan iç. Məcbur eləyir, o sudan içir. Bu da elə deyinir, bundalıcan ki, ay evi Allah yıxsın, şırhaşır su axır, qoy təmiz sudan içim. Deyir, yox, ondan iç. Ta o vaxtacan ki, bu ürəyi bulanır, başlayır qaytarmağa. Qaytaranda o ilan düşür onun ağzından. Onda başa düşür ki, padişah niyə bunu bu vəziyyətə salırdı? Özünün xəbəri yox idi, nə hadisə baş verir. Allahın qanunları da bu cür nədir? Biz bilmirik ki, onun bizə nə cür xeyri var, nəyi var, xəbərimiz yoxdur. Hep bir molla deyəndə bala namaz qıl deyirik ki, o cavanlığımızı yaşayaq da. Amma xəbərimiz yoxdur ki, o binamazlıq bizə nələr verir. Gəlib deyəndə o zəhrimarı içmək, dirə cahılçılıqdan olsun 5 günlük dünyadır. Xəbəri yoxdur ki, içərdə hansı proseslər gedir. Oğruya deyəndə ki, oğurluğu eləmək, xəbəri yoxdur onun oğurluyub gətirdiyi yemək, içmək onun evlatlarına nələr verəcək, hansı zərbələri vuracaq, xəbəri yoxdur. Yəni Allahın dediklərindən, əmirlərindən çıxmağımız gətirir bizi bu vəziyyətə çıxardır. İndi baxın, o Allahın dediyindən çıxan insanlar var, onların evlatlarının heç biri burada yoxdur. Demirəmi, namaz qılmayıb, yox ha, namaz qılmayıb, amma Allah yadında olub. Halalın bilib, haramın bilib, həmişə məhərrəmliyin bilib, aşurasın bilib, xeyrin bilib, şərrin bilib. Müəyyən dərəcədən də əməl eləyib eləmi, bu onun öz işidir. Amma o halalzadənin uşaqlarıdır gələr bura. O haramzadələrin, haram yiyənlərin, haramla formalaşanların ki, nadir hallarda ola bilər. Ki, Allahın lütfi ilə gələr. Bugün onlardan fayda aparmırlar. Görün, gözəllik nədir? Bəyək qeyd elədiyimiz kimi. Ona görə də, baxın, gələn Kərbəlanın özünə. Kərbəlada kafir yox idi. Nə İmam Hüseyin tərəfdə, nə Yezid tərəfdə. Hamısı müsəlman idi. Hamısı namaz qılan idi. Bəs nə idi o müsəlmanları ki, Peyğəmbərin ölümündən cəmi 50 il sonra bunlar əllərinə silah götürüb gəldilər Peyğəmbərin balasını öldürməyə. Niyə? Nə idi onları buna vadar eləyən? Həmən o haram əməllər idi, haram yeməklər idi. Elə bir mühit yarandı ki, Peyğəmbərdən sonra səhabələr 2 hissəyə bölündülər. Yəni, sosial mənsubiyyətinə görə 2 hissəyə. Bir səhabə var idi, ona da Əbazər idi. Əbazər-i Qəfvari. Peyğəmbər buyurdu ki, Əbazərin adı göylərdə çəkilir. O qədər doğru danışan insan idi, haqq deyən insan idi ki, bunun üçün Peyğəmbər demişdi. Hətta görün, adamın məqamı hara çatır, diqqət eləyin, səhabələr çox idi. Bəzi səhabələr sonra kafir oldular, mürtəd oldular. Amma bu bir səhabədir ki, Peyğəmbər deyir, bir gün Cəbrail nazil olub, ayə gətirib. Bilirsiniz, Allahın vəhyi
Bunu deyim, bu da bir mariflənmə olsun. Quran-ı Kərim 3 formada Peyğəmbərə nazil olurdu. 3 formada. Bir, vəhyi gəlirdi, bir belə deyək ki, bir qorxulu bir mühit yaranırdı, bir zınqırov səsinə oxşar bir vahiməli səs kimi gəlirdi. Onu hər adam eşidə bilmirdi. Peyğəmbər dəvənin üstündə olanda dəvənin ayağı torpağa girirdi dizə qədər. Belə bir haldır. O ilham gəlirdi Peyğəmbərə. Bu vəhyin bir formatıdır. Bir formatı budur ki, Allah səs xəlq eləyirdi. Necə Meyracda Peyğəmbərlə 70 min kəlmə söz danışıb. Ya Musa ilə Turda söhbət eləyirdi. Səslə, insan səsi ilə danışırdı. Biri də bu idi ki, Cəbrail insan surətində gəlirdi, ayəni Peyğəmbərə çatdırırdı. Yəni, Quranın nazil olması ümumilikdə bu qaydadadır. Başqa variant yoxdur. Quran, yəni kitab şəklində gəlib Peyğəmbərə verilməyib. Nazil olub, onu səhabələr yazıblar. Bir gün Cəbrail nazil olub, vəhyi mənə söylüyür. Bu vaxt gördüm ki, o tərəfdən Əbazər gəlir. Əbazər çox həyalı adam idi. Gördü ki, Peyğəmbərin yanında başqa bir adam var, tanımadığı bir yaşlı insan var. Yolun dəyişdi ki, söhbətlərlə müdaxilə eləməsin. Bilirsiniz, Cəbrail nə dedi? Dedi, ya Rasulallah, əgər Əbazər yaxınlaşsaydı, bizə salam versəydi, cavabın Cəbrail kimi verəcəkdim. Cəbrail Peyğəmbərdən başqasına görünməz axı. Amma deyir, gəlsəydi, salam versəydi, bilirsiniz də, salam vermək müstəhəbdir, cavabını almaq vacibdir. Cavabını almadın, günah eləyirsən. Deyir ki, gəlsəydi, mən onun Cəbrail kimi cavabını alacaqdım. Bu Əbazər idi. Bunu neynədilər? Haqqı dediyinə görə, Osmanın xilafəti dövründə haqqı dediyinə görə Rəbəzəyə sürgün elədilər. Rəbəzədə acından öldü bu səhabə. Dindən çıxmaq yəni budur ya, dinə bidiyyət eləmək yəni budur. Əbazər kimi Cəbrail cavabını almağa qadir olan bir adam sürgün olundu. Peyğəmbər ona demişdi, ey Əbazər, səni Rəbəzəyə sürgün eləyərlər. Tənha gəlmisən, tənha da ölərsən. İndi bəzi əhli xilaf qardaşlarımız deyir ki, Hazreti Əbazəri sürgün yaptılar. Niyə yaptılar bunu biliyorsunuzmu? Don giydirmələrinə baxın da indi. Haqqı demişdi ona görə. Hazreti Resulümüz şöyle buyurdu. Ey Əbazər, səni Rəbəzəyə sürgün yaparlar. Hazreti Peyğəmbərin dedikləri yalan çıxmasın deyə Əbazəri Rəbəzəyə sürgün yaptılar. Yalansa Allah sənin evi yıxsın. Haqqı dediyinə görə deport elədilər onu Mədinədə. Nəinki Peyğəmbərin sözünə görə. Belə bir mühit yarandı. Bu Əbazər idi. Bəzi səhabələr var idi. Məsələn, Zübeyir ibn Əvvam. Peyğəmbərin bibisi oğlu idi. Zübeyir ibn Əvvam. Öləndə onun qızılların tərəzi ilə çəkirdilər. O qədər varı dövləti var idi. Bunlar ikisi də İslama gələndə kasıb idilər. Hərəsinin bir dənə dəvəsi var idi. Amma xəlifəyə yaltaqlandıqlarına görə, xəlifənin əmirlərinə düz ya səhv etiraz eləmədiklərinə görə onların varı dövləti çox idi. Belə bir mühit yarandı. Əbazər acından öldü, amma Zübeyrin qızılların tərəzi ilə böldülər. Bunun müqabilində İmam Hüseyin əleyhissalam haqq uğrunda qiyama qalxdı. Əbazərin oğlu Abdullah ibn Zübeyir, daha doğrusu Zübeyrin oğlu qiyam elədi hakimiyyət üçün. Gəldi muxtarı da o öldürdü. Gördünüz haram insanı nə vəziyyətə salır? Kərbəlada da bu cür idi. O haram yiyən insanlar, onların evlatları gəldilər, neynədilər? Kərbəlada dünya üçün vuruşdular. Bir tərəfdə İmam Hüseyin əleyhissalam haqq cəbhəsi, bir tərəfdə Yezidin qoşunu batil cəbhəsi. İndi bizim əməllərimiz bizə öyrədir ki, biz harda durardıq? Hər gün Aşuradır, hər yer Kərbəla. Bugün Aşuradır, bura Kərbəladır. Haqq da var, batil də var. İndi biz hardayıq? Gəlin əməllərimizə baxaq.
Əgər əməllərimiz Allah deyən kimidirsə, onda Hüseynin yanındayıq. Yox, onlar deyən kimidirsə, nəfsimiz deyən kimidir, maraqlarımız deyən kimidirsə, onda Yezidin yanındayıq. Bax, İmam Hüseyin əleyhisselamı öldürməyə gələn insanlar 50 ildə ona görə bu vəziyyətə düşdülər ki, bunlar neynəsin? İmamı öldürsünlər. Özcə gəlib imam öldürürdülər qurbətən ilə Allah. Elə belə gəlməmişdilər ha. Biz qurbətən ilə Allaha görə imam öldürürük. İmamın adını xavaric qoydular, dindən çıxmış qoydular, öldürdülər. Niyə? Əməlləri dedizdirdi o söz ona. Əməlləri dedizdirdi ola. O haramlar gətirdi onları, o vəziyyətə çıxartdı. Və dünyalarından da oldular, ahiretinden de oldular. O insanlar ki İmam Hüseyin Aleyhisselam'ı dəvət eləmişdilər Kərbəlaya gəlsin, onların özü qoşun düzəldib İmam Hüseynin əleyhinə qalxdılar. Niyə? Dünya için. Gedəndə birinin arvadı gəldi dedi, bəs xurma bağları yetişib, uşaqlar balacadır, bunları kim saxlayacaq? O birisi dedi, Yezid belə bir mükafatlar vədə veribdi, dünya var burada. Hərəni bir şeylə alladıb saxladılar orada. Amma neynədir? İmam Hüseynin ətrafında kimlər yığışdı? Əbazər, üzr istəyirəm, Kərbəlanın ən yaşlı adamı idi, Həbib ibn Məzahir. Özü də Peyğəmbər səhabəsi idi. Aşura gecəsi ki, İmam Hüseyin Aleyhisselam dedi, sabah qətil günüdür, sabah ölüm günüdür, şəhadət günüdür, kim istəyir getsin. O, deməli, İbn Məzahirə, Həbib ibn Məzahirə xüsusi təklif elədi ki, yaşlı adamsan, sabahın əzabına dözümün olmaz, sən də git. Bilirsiniz nə dedi? Dedi, mən bütün ömrümü ona görə yaşamışam ki, mənim bu ağ saqqalım sənin rikabında qanıma araşda olsun, qanıma bələnsin. İndi həmən vaxt çatıb məni qoğulayırsan, məni məhrum edirsən ondan, bu şirinliyi mənə daddıra bilmirsən, daddırmaq istəmirsən, gitmirəm ya Hüseyin. Baxın, bir tərəfdə bu durmuşdu, bir tərəfdə bunlar durmuşdular. Yəni bu insanların içərisində bir dənə də xanım var idi. Xanım Zeynəb-i Kubra, Peyğəmbərin əziz nəvəsi. Bir dənə xanım idi ki, əgər xanımlar diqqətlə qulaq asın ha, İmam Hüseyin Aleyhisselam kişiydi. Bu kişinin başladığı qiyam xanım Zeynəb olmasaydı hədəfə çatmayacaqdı. Xanım Zeynəbin roluna baxın ha. Qiyam yarımçıq qalacaqdı. Niyə? Çünki Yezidin təbliğat dəzgahı, media qurumları, kütləvi informasiya vasitələri hər yerdə insanların beynini doldurmuşdular ki, bir qrup insan dindən çıxıb, qiyam eləyib, gedirik onu öldürməyə. Bir çox insanlar var idi ki, bu hədəflə getmişdilər ki, gedib onu öldürsünlər. Təsəvvür edirsiniz? Amma xanım Zeynəbin neçə dənə adları var. Diqqət eləyin buna. Bir adı Əqilədir. Yəni, Əhl-i Beytin, Bəni Haşimin ağıllı qadını. Bir adı Tahirədir, pak. Bir adı Mübarizədir, yəni mübarizə eləyən. Bir dənə adı var, bilirsiniz nədir o ad? Ummul Musibə, müsibətlər anası. O müsibət ki orada görmüşdü, Kərbəlada görmüşdü, o faciəni, o axan qanları, o tökülən qanları ki görmüşdü, kəsilmiş başları görmüşdü, qardaşlarının deyək ki, nəşini gözünün qabağındaydı, övladları orada ölmüşdü. Adındır, bu qadın zərrə qədər də olsun vəzifəsindən kənara çıxmadı. O müsibət onu sındırmadı. Gəldi həm Yezidin sarayında, həm İbn Ziyadın sarayında onların iç yüzünü açdı. Rəvayətlərdə var. Deyir ki, yəni itaət budur ya, əmrə itaət, imamın əmrinə itaət, Allahın əmrinə itaət budur. Bilirsiniz də bacı qardaş münasibəti elə bir münasibətdir ki, bu münasibətdə, yəni o bağlılıq sonsuzdur da. Bacı canın istəsə qardaş verər, qardaş canın istəsə bacı verər.
Bu münasibət bu cür nədir? Elə ki deyir, məlun Şümr gəldi İmam Hüseyin əleyhissalamın başını kəsməyə, atdan salıblar yerə, nizələr batıb bədəninə, yaraları bədənində çox haldan düşüb. Amma elə sağdır. Gəldi ki, onun başını kəsməyə, Zeynəb özün yetirdi ora. Şümrün əlində xəncər. Bu dəhşət bir səhnədir ya. Ustad Şəhriyar deyir, kör olmuş gözlərin qan tutmuş Şimrin ki görsün əlində xəncər ağlar. Belə bir səhnədir. Yer ağlayır, göy ağlayır. Yerlər Hüseynə ağlar, göylər Hüseynə ağlar. Rəsul-i Mustafa, Peyğəmbər Hüseynə ağlar. Belə bir səhnədir. Deyir, gəldi ora, o ki Şümr istəyirdi qılıncla onun başını kəsin, yapışdı o qılıncın o kəsən yerindən. O tərəfə dartır, bu tərəfə dartır. Bacıdır da. Deyir, bu vaxt İmam Hüseyin əleyhissalam ona bir dənə söz dedi. Dedi, Zeynəb, sənin vəzifən burada bunlarla vuruşmaq deyil. Sənin vəzifən bundan sonradır, qayıt xeymələrə. O məlun deyir, necə qılıncı belə çəkdisə, əlin kəsdi deyir, başladı qan axmağa. Xeymədə oturanlar gördülər ki, Zeynəbin boyanıb, əlləri alqana gəlir, çəkilib dağ sinəsinə, qəlbi yana gəlir. Qəlb oradadır, qardaşın yanında. Amma üzərində məsuliyyət var, vəzifə var. O, karvana İmam Hüseynindən sonra rəhbərlik eləməli idi. O, İmam Hüseynin missiyasını davam elətdirməli idi. Ona görə bir kəlmə ilə itaət elədi, qayıtdı, gəldi. Yığdı o balaları başına. Və ta gəldi Kufiyə. Kufədə o məlun İbn Ziyad, Ubeydullah İbn Ziyad. Baxın, haram gör insanı hara gətirir. Ubeydullah İbn Ziyad kim idi? Bilirsiniz kim idi? O Zeyd İbn Əbihin oğlu idi. Diqqət edin ifadələrə. Zeyd İbn Əbih ərəb dilində Zeyd atasının oğlu. Bu nə deyir? Atası məlum deyir idi, desinlər Zeyd ibn filan kəs. Ona görə ona deyirlər Zeyd ibn Əbih. Atası məlum deyir idi. Həmən atası məlum olmayan Zeyddən də Ubeydullah ibn Ziyad doğuldu. Ona deyirlər Ziyad ibn Əbih, ona görə deyirdilər. O ki, xanım Zeynəb gəldi, gördü ki, bunlarla təhqir dilində danışılır, alçaldırlar bunları. Durdu, dedi ki, ey Mərcanənin oğlu. Bilirsiniz nə deməkdir bu? Ərəblərdə çox pis təhqirdir bu. Alçaq bir sözdür. Yəni, ey anasının oğlu. Bunu xəlifəyə deyir, ha? Şəhərin qubernatoruna deyir, ha? Bir də xanım. Müsibət görmüş bir xanım. Ey Mərcanənin oğlu, sən bizə xəbaric deyirsən? Deyir, kəssəsvi qadın. Görmədin Kərbəlada Allah sizi necə rəzil elədi, necə sizə qalib gəldi, necə sizin qanunuza qəltan elədi. Deyir, kəssəsivi Mərcanənin oğlu. Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Ma rəaytu illa cəmila. Fikirləşirsiniz bu gözəllik nə deməkdir? Adam öldürülüb, qan tökülüb, əsirdirlər, əllərində zəncir var. Nədir gözəllik? Dedim, siz görə bilməzsiniz. Çünki sizin yediyiniz haramlar, gördüyünüz haram işlər sizin bəsirətinizi elə bağlayıb ki, aşiqlə məşuqun, məşuq istədiyi kimi görüşünü dərk eləyə bilmirsiniz. Kərbəlanın gözəlliyi bu idi. Allah istəyirdi ki, onun bəndəsi imtihan versin, bu çətinliklərlə dünya insanlarına sübut eləsin ki, Allah yolunda ən ağır əzablara, işgəncələrə dözsəm də əqidəmdən əl çəkmərəm. Gözəllik yəni bu idi. İmam Hüseyin əleyhissalamın axır vaxtında getdilər, bir qap su verdilər ona. Ki, teşnəsən, su iç, sonra öl. Suyu çəkdi yerə, özədir Kərbəla elə isti yeri idi ki, indi də istidə, elə bil onda bəlkə də günəşin hərarəti 1-ə 10 artmışdı. Suyu səpdi yerə, bilirsiniz nə dedi? Dedi, suya yoxdur ehtiyacım, onda cəhalət görünür.
Sərindir qumlar üstü mənə, burada şəhadət görünür. Gözəllik bu idi. O son anında, o ağır vəziyyətində də belə ilahi rizayəti yadından çıxartmadı ki, o haramla verilən su mənim məşuqla görüşümə xələl gətirməsin. Gözəllik yəni bu idi. Adam çətinliklə qazandığı pulun qədrini bilir, da bilirsiniz bunu. Gözəllik yəni budur. Xanım Zeynəb də dedi ki, biz Kərbəlada gözəllikdən başqa bir şey görmədik. Əlin qaldırdı göyə, dedi Allahümme qbəl minni hadihil qurban. Zeynəb deyir ha bu sözü, ilahi, bizdən bu qurbanları qəbul elə. O kəsilən qurban da xanım Zeynəbin neçə dənə oğlu dünyadan getmişdi orada, neçə qardaşları dünyadan getmişdi orada. Aydındır, Allahım deyir, bu qurbanları bizdən qəbul elə. Mətanət bu idi. Sonra dedilər azam verin. Azam verdilər. Allahu Ekber, Allahu Ekber. Gəldilər, çıxdılar ki, Əşhədü enne Muhammeden Resulullah. Salavat. Bura çatanda Zeynəb dedi diyanın. Təsəvvürün, hansı səhnədir bu bilirsiniz? Bura Şamdır. Xilafətin mərkəzi. Yezidin sarayıdır. Yezid qələbə ziyafəti düzəldib. Ölkələrin səfirləri gəliblər bura. Əyanlar, əşrəflər yığışıblar bura. Bu qələbəsin elan eləyir, qeyd eləyir, bayram eləyir. Azam veriləndə, bu kəlmə deyiləndə Zeynəb çıxdı qabağa, dedi dayan. Hansı Rəsulallahdan danışırsınız ki, onun evlatların qətlə yetirib, başlarını nizəyə taxıb bu məclisə gətirmişsiniz? Siz bəyəm müsəlmansınızmı ki, Əşhədü enne Muhammeden Resulullah deyirsiniz? Siz müsəlman deyirsiniz, siz kafirlərsiniz ki, dinə yeni bidiyyət gətirib imam öldürməyi ənəniyə çevirirsiniz. Zeynəbin bu xütbəsi həmən o məclisin, ziyafət məclisini alt-üst elədi. Dedi, biz haqqı deməyə gəlirdik. Biz haqq tərəfindeydik. Biz haqq söylüyürdük. Sənin dediyin İslam, Peyğəmbərin İslamı deyil idi. Sənin dediyin sünnə, Peyğəmbər sünnəsi deyil idi. Sən oturmuşsan bu zülüm kürsüsündə insanların haqqını neyirsən, haqqını tapdıyırsan, zülm eləyirsən. Daha cəmaat baxdı, dedi, bəs bu deyirdi, bizə kafirlər öldürmüşəm, xəvariclər öldürmüşəm, ölən Peyğəmbərin balasıymış ki. Həmən məclisdə, məqtəldə yazırlar ki, Rum imperatorluğunun səfiri var idi. O çıxdı qabağa. Yezidə dedi ki, Yezid, mənim nəslim Həzrəti İsa'nın yaxınlarının, qohumlarının 5-ci nəslinə gedib çıxır. Bu 5-ci nəslindən törəməyəm. Bu gün də Rum dünyası biz gələn yerə, ayağımızı qoyduğumuz yerə başlarını qoyurlar. Bizə hörmət qoyurlar ki, bunlar Həzrəti Məryəmə gedib çıxırlar. Allah sənə lənət eləsin, səni ilə bu öldürdüyün Hüseyni bir dənə Fatimə ayırır. Peyğəmbərin balasıdır öldürdüyün. O kəsdiyin başdan Peyğəmbər busə eləyib. Sən kimi öldürmüsən? O məlun o qədər gözü qızmışdı ki, baxmadı, bu səfirdir, diplomatdır, toxunulmazlığı var. Əmr verdi ki, edam eləyin onu. Dedi, and ola Allaha, gecə anam Məryəmi yuxuda görmüşdüm. Dedi, sən həqiqəti görəndə haqqı tapacaqsan, onun yolunda da şəhid olacaqsan. Mən bunun intizarındayam. Orada onu edam elədilər, şəhid elədilər, haqqı tapdı. Görün, harda Zeynəb nə iş gördü? Yəni, qardaşlarım, əzizlərim, İmam Hüseyin məktəbi istər kişi, istər qadın olsun, hər kəs bu məktəbdə öz vəzifəsini layiqincə yerinə yetirir. Layiqincə yerinə yetirir ki, onlar müvəffəqiyyət qazanırlar. Bugün Zeynəb İslam dünyasının, bəşər dünyasının qadın qəhrəmanıdır. Çünki Kərbəla qiyamını o tamamladı. Bugün İmam Hüseyin bütün bəşəriyyətin azadlıq simboludur. Çünki bütün zülümlərin qarşısında diz çökmədi, can verdi, amma əqidəsindən dönmədi. Bu məktəbi qoydu getdi. Ona görə bütün dünya bu günləri
Məhərrəmliyin əleyhinədir, Aşuranın əleyhinədir. Dinsiz bundan danışır, dinli bundan danışır, nə bilim, kafir bundan danışır, qeyri-müsəlman bundan danışır, Yəhudi bunun əleyhinədir, Vəhabi bunun əleyhinədir, Nurçu bunun əleyhinədir. Niyə? Çünki bu məktəbdən insan yetişir. Çünki bu məktəbin məzunlarını kölə eləmək mümkün olmur. Çünki bu məktəbdən ləyaqətli insanlar çıxır. Dünyanın bütün alimlərinə baxın, hamısı İmam Hüseyin məktəbinə müsbət yanaşırlar, nümunə götürürlər. Hindistan azadlıq hərəkatının rəhbəri bilirsiniz də kim olub? Mahatma Gandhi. Öz xatirələrində yazır ki, mən xalqımın azadlıq mübarizəsinin fəlsəfəsini İmam Hüseyindən öyrəndim. Mən baxdım, gördüm ki, bu insan azadlıq uğrunda necə fədakarlıq eləyirdi, canın qurban verirdi. Ona görə də deyir, mən bu yola qədəm qoydum ki, Hüseyin təcrübəsindən istifadə eləyib xalqımı azadlığa çıxardacam. Hindistan 250 il İngiltərənin müstəmləkəsi olub. 250 il. O 250 illik müstəmləkəni İmam Hüseyin məktəbini dərk eləyən bir dənə cılız bir dənə adam nə dedi? Sona gətirib çıxarda bildi. İmam Hüseyin məktəbi yəni bu. Kafir bundan ibrət götürür. Şəhriyariyədə Hüseynin Nohəsin diriliş yazanda müsəlman səhlidir, kafir ağlar. Burada böyük bir həqiqət var. Bu həqiqətləri biz dərk eləsək, onda baxıb görərik ki, biz necə Hüseynin davamçılarıyıq. Onda biz azad ola bilərik. Onda biz dünya və axirət səadətini əldə eləyə bilərik. İmam Hüseyin məktəbi, xanım Zeynəb məktəbi bizə bunu öyrədir. Hər bir dünya insanı, hər bir dünya qadını xanım Zeynəbdən nümunə götürərsə, ideal bir insana çevrilə bilər. Kamil bir insana çevrilə bilər. Çünki kamalın pik nöqtəsində bunlar dururdular. Bunlardan nümunə götürən insanlardır. Önə çıxırlar, axıra qədər də gedirlər. Amma başqa məktəblərdən nümunə götürən insanlar bugün göz qabağındadılar. Bugün öz vücudu ilə, bugün öz əxlaqsızlığı ilə, bugün öz reklamları ilə gündəmdə qalmağa çalışırlar. Amma 5 gün, 10 gün, 15 gün, o bazarda onların qiyməti öləndən sonra onlar da ölürlər. Amma insanlığın qiyməti nədir? Ölümsüzdür, əbədidir. Bunu Kərbəla məktəbi bizə təlqin eləyir. Kərbəla məktəbi bunu bizlərə göstərir.